11 il onlarla bir yerdə çalışmışam. Planet Pardins Bakı teatrında. Rəhbərimiz Tahir olur. Allah ona səbir versin, ailəsinə səbir versin. Məhəllədə çəkilmişik. Məni bu kollektivə gətirən Elçin Həmidov olub. Amma bugün o da yoxdur, Məzi də yoxdur. Eliş də getdi Məzinin yanına. Elə kəlmələr var, sosial şəbəkələrdə adam bədəni titrəyir. Necə bu kəlmələr işlənib. Elə bir günə ki, bu günü bilirdim. Bir də söz deyəcəm. Dünən mən Xəzərin səhər verilişindeydim. Ayaz Qasımov oturdu. Həmən anlarda məhəllənin melodiyasını çaldı. Və biz hamımız məhəllədən danışdıq. Cabirin adını çəkməsə də bütün kollektivdən danışdıq. Sonra fikirləşirəm və görürəm, həmin anda bu rəhmətə gedib. Birini zəng edib deyirəm ki, ayrı melodiya çala bilməzdi. Bizə bir siqnal idi mi bu? Şəbəkən sonuncu dəfə nə vaxt görmüşdür? Sonuncu dəfə onların konsertində olmuşam, unutmuram. Keçənlərdə